Yox, durub axtaraq hər şeyin kökünə ki, doğrudan da onun bura rəsmi səfəri olub-olmayıb. Rəsmi səfəri olmayıb Əli Əleyhisselamın tutalım Azərbaycana. Məyər biz bilmirik ki, ya imamlar teyül ərz ediblər. Və yaxud da ki, imamın hədisi var ki, bizim tərəfdarlarımızın ən kiçik kəraməti hələ teyül ərzdir. Teyül ərz nədir? Şiə əqidəsində imamlar istədiyi məkandan başqa bir məkana qısa bir zaman ərzində, yəni bir göz qırpımında dünyanın bir yerindən digər yerinə məsafə məhdudiyyətini aşaraq dünyanın istənilən nöqtəsinə getməsi və ya anında başqa bir yerdə peyda olması deməkdir. Yəni teleportasiya. Deyə bilərsiniz ki, bu əməl haqda Quranda Süleyman əleyhissalamın taxt qissəsi var. Qeyd edək ki, heç bir peyğəmbərə belə bir qabiliyyət verilməyib. Süleyman əleyhissalama taxtı gətirən cin, təfsirlərə görə isə mələk olmuşdur. Cinlər və mələklərə gəlincə onlar xüsusi qabiliyyətə malik varlıqlardır. İnsanlar onların etdiyi feilləri və hərəkətləri edə bilməzlər. İmamları cinlərə və mələklərə qiyas etmək doğru deyil. Cinlərin, mələklərin xüsusiyyətlərini imamlara versək, əks halda cinlər və mələklər kimi uçmağı, divardan divara keçməyi bacarmalıdır. Onu da qeyd edək ki, bu qiyasdır və Şiə əqidəsinə görə qiyas etmək haram və batildir.